Sual verir ki, bacımın əri ilə bir süfrədə otururuq, salamlaşıb, arada danışırıq, sosial şəbəkədə bəzən yazışırıq, nəsə göndərik bir-birimizə. Bu ünsiyyətdə günah varmı? Bəli, bu ünsiyyətdə günah var. Bacının yoldaşı naməhrəmdir. Onlarla danışmaq və süfrədə oturmaq, söhbət etmək dinimizdə qadağandır. Həmçinin qayınla bir qadının həyat yoldaşının qardaşı ilə danışması, Peyğəmbər s.ə.v-dən soruşurlar. Peyğəmbər s.ə.v naməhrəm kişinin evə girib çıxmasından, naməhrəm kişilərlə danışmaqdan qadağan edir. Sahabələr qayını soruşdu ki, bəs ya Rasulullah, qayın deyir, qayın ölümdür. Yəni qayınla danışmaq daha betərdir. Daha betərdir. Hədis Buxari Müslimdə keçir. Və ona görə də müsəlman bu əməllərə diqqət etməlidir. İstər qadın üçün ki, həyat yoldaşının qardaşı olsun, istər bacısının yoldaşı olsun, bunlarla danışmaq olmaz. Bir süfrədə oturmaq və ya yazışmaq. Bunlar hamısı xəlvətə daxildir. Xəlvətə daxil olur və xəlvət də haramdır. Naməhrəm bir kişilərlə xəlvətə dinimiz icazə vermir. Düzünü Allah bilir.